Diqqət, hazırlaşın. Birazdan Natamam Podcast başlayır. Все, ben daha tekrar gelmeyecek. Все, okey. Zaten o girişten hoşum gelmedi. Bundan qabaq bir dənə bərbad giriş Hepsi elədik. berbat değildi. Çok geçen, çok mırç, çok eğlenceli bir giriş eləmişdik. Salam dostlar, xoş salam. gördük hər birinizi. Paramdan danışam, sendime çekmiyorum. Artıq yeni kanaldayıq, öz kanalımızdayıq. Bizim kanalımızdayıq. Öbürsü kim nenem kanalı. O birisi Natavan'ın kanalıydı. Natavan da orada bilmirəm nənəsi ilə bir işbirliği eləmişdi yoxsa yox. Ama Natavan'ın kanalında mən nə oldu? Natavan'ın kanalında daha çok vloglar olduğuna göre biz düşündük ki podcast'ı ayıraq. Ayrı bir Natavan podcast eləyək. Təzə girişimizi gördünüz. Təzə təqdimatımızı gördünüz. Dəyişən bir dənə məkandır. Yəni bir kanaldan digər kanala keçmişik. Və mənim hisslərim. Və Natavan'ın hissləri, Natavan'ın qarışıq hissləri. Sən ilk gülmürsən. Elmana səhər. Natavan'ın kamerası. Elmana səhər bir dənə qəşəng hədiyyə vermiş. Bunu Yine göstereceğim. Bayaqki girişte de gösterdim. Elman tapa bilmədiyimə görə ilk aldım. Orada sönü gəlir. İkincisi Hə, atlardan danışmaq istəmirəm. Birinci girişdə atlardan danışıram. atlardan danışmıyormuşum. İstəmirdim. Dostlar, konseptin dəstəyi ilə Natamam Podcast efirdədir. İxtiyarınızdadır. Təzəyi, yeni dəstəyə ehtiyacımız var. Bizi dəstəkləmək lazımdır. Biz əlimizdən gələni eləyəcəyik ki, daha keyfiyyətli, daha gözəl podkastlar çıxardaq ortaya. Bəzən ikimiz olacağıq, bəzən qonağımız olacaq. Mövzumuz olmayacaq. Bıraxırıq başını, nə gəldi danışacağıq. Sadəcə sizdən yeni olduğumuza görə dəstək istəyirik. Maksimum Azərbaycanda kifayət qədər podkast sevən insanlar var, mövzulara qulaq asmağı sevən insanlar var. Həmən insanlar gəlsinlər biz tərəfə də arada bir bizə də baxsınlar ki, biz nə işlər görürük, nə edirik. Necəsən? Belə də retrolar bitir. Bugün retroların sonu. O nə deməkdir? 5 dənə retro var idi. Planetlər bir-birinə girmişdi. Mən də deyirəm retro nə də? Jüpiter orada alqışlayır. Mars oradan halayçı dəhşət şəkildə. Sən inanırsan elə şeylərə? İnanmaq deyil, Elvan. Hər kəs mənə dedi ki, nə işləmək istəmirəm, nə yaşamaq istəmirəm, nə yemək. Hər kəs bu vəziyyətdə idi. Mən elə deyirəm. Artıq səhərsən. Mən nabura daha çox işləmək istəyirdim. Daha belə Demək ki, sənə mənim işlərim əksinə bu nə vaxtdan başlayıb bu? noyabr ayı full belə oldu. Mənim noyabr ayı full bütün işlərim yaxşı olub. İşə yarayıb da sən. Deməli elə olur ha. Onlar düzələndə, onlar qaydasına keçəndə mənim işlərim. Yox, demək ki sən o retro bilsən nə deməkdir? Yəni geriyə qayıtmaq. O geriyə qayıdılan konular insanları çox üzdü. Bağlanmamış dəftərləri bağlamağa çalışırdılar. Ona görə çətin idi. Yəqin ki sən həyatındakı o savaşlardımı deyim, dəftərlərmi deyim, qəşəng bağlamısan ki, səni təkrar açıb narahat edir. Ola bilər, ola bilər. Bu arada bayaq dediyinə bizə dəstək olun falan. O günlərdə Murad Arif çox gözəldən paylaşmış. Biz də hər şeydə podkastda Murad Arif Murad gəl day. Deyir ki adam, deyir tamam, mən bilirəm konsertlərimə gəlirsiniz. Mənə alqışlayırsınız, məni çox sevdiyinizi deyirsiniz, yaxınlaşıb şəkil çəkdirsiniz falan. Amma deyir bu şərh nədir ki, bir dənə deyir şərh yazmırsınız. Dedim ayda Murad Ariflə bizim ortaq problemimiz həqiqətən belədir. Mənim indiki şeylərdə görüntülənməm bəlkə az ola bilər videolarımızda da. Bundan əvvəl 7 minlik mini keçən belə deyim, prosta mini keçən videolarım var idi ki, abi bəyənisi yaxşıdır, izlənməsi yaxşıdır, yorum yazan yoxdur. Bir dənə söhbət var, deyir ki, susmaq razılıq əlamətidir. Onda belə çıxır ki, bizim birinci videomuza baxan 212 nəfərin hamısı bizim fikrimizlə razıdır. Yəni həqiqətən qıcıq olmadınız. Yəni belə bir nəsə orada. Yəni mən inanmıram da ki, elə bir şey olsun ki, tam bir ideal danışmışıq. Ola bilər, bəlkə də həqiqətən də biz
ideala yaxın danışırıq, insanların o qədər iç səsi oluruq ki, amma ən azından üçümüz razılıq əlaməti kimi yazın ki, mənim izləyicilərim çoxsu bilirdilər, yəni mənim öz kanalımda. Mən çox takan deyildim, nə pis şərhə, nə yaxşı şərhə, takma, yəni xoşuma gəlir deyə, qəşəng olan bir şeydir, amma durub demirdim də ki, ay bunu eləməz falan. Amma indi bizim podkastımıza görə buna ehtiyacımız var. Yəni, bu adi vlog deyil, bu sadə vlog deyil. Əslində tək podkast yox, bütün paylaşımlarda buna ehtiyac var. Yəni olsa yaxşı olar da. Yəni mən elə bilirəm ki, mən özüm çəkib özüm baxıram. Belə olur axı. Çünki bilirsiz nətərdir? Bir məsələ var. Oradan adam özünə də çox çəki düzən verə bilir. Yəni oradan adam da nəyisə düzəldə bilir. O zaman belə qənaətə gəlirik ki, həqiqətən də qıcıq yaradan gərək şeylər eləyəsən ki, insanları dilə gətirəsən. Demək ki, Azərbaycan milləti, mən millətimizə bağlayacağam, susmaq xoşdur. Biz türklərin nəyəsə girirsən, görürsən danışırlar. Onların şərh yazmağı dəhşətdir. Biz çox sakit millətiyik. Yo, bizimkilər yazır, bizimkilər şərh yazır. Lazım olmayan videolara şərh yazırlar da. Yəni başa bəzən qınamağını da istəmirlər. Qınanmaq da istəmirlər. Deyir ki, mən yazacağam buna. Ya da bir yerə mən yazacağam. Zat belə. Mənim məsələn şortlarıma həmişə gəlirdi. İlk mən yazdım, ilk bəyəni məndən, ilk yorum məndən. Zat mənim xoşuma gəlirdi. Mənim xoşuma gəldi. Axırıncı mənim TikTok paylaşımımda, yəni çox gözəl bir şərhlər gəlirdi. Yəni gözəl nə mənada, gözəl. Hamısı bütün fikirlərlə razıyam, yox deyiləm, amma yəni gəlirdi, adamlar fikrini deyirdi. Razı olmalı deyilik ki, prosta bilək ki, etkiləşim var da, yəni ki, bilək ki, divara danışmırıq da, yoxsa oturub divarla danışırıq. Yazında dostdur, tanışdır, fərqi yoxdur, tanımırsan, fərq eləmir. Bizə bir şey lazım deyil. Ay, Allahsız anlayın. Yox, yəni. Konkret sözünüzü deyin, konkret bir şey deyin. Danışa bilmirsiniz, cümlə qura bilmirsiniz, smayliklər döşüyün, elə bir başa düşün. Video ilə belə işarəli. Bu arada direct şey açıldı ya YouTube'da bildiğin. Ne? O ne? Birbirlerine cəmaət mesajlaşa biləcəklər. YouTube'da. Baxın, özəldirsə şey yazın, mesaj yazın, mesaj yazın. Yazınlar. Evet, çox yaxşı oldu. Bənövşə ürək mənimdir. Sən nə ürək? Hansı rəng ürəkdə istifadə edirsən ən çox? Qara. Qara ürəkdə. Bunu bilmək çox sadə idi əslində. Bu arada biz bilməm indi danışmalıyıq bunu yoxsa yox. YouTube şeylərimizi başqa dillərdə də yayımlayırıq. Hə, YouTube belə bir şey verib də, imkan verib bütün bu content ürəticilərinə videolarını başqa dillərdə AI vasitəsilə tərcümə edə biləcəklər. AI süni intellekt. Süni intellekt vasitəsilə başqa dillərə tərcümə eləyəcəklər. Və belə bir funksiya aktivləşən kimi biz də onu istifadə edəcəyik mütləq şəkildə. Bizim köhnə videolarımız hələ ki Natavanın kanalındadır. Əgər bu video sizə maraqlı gəlsə, hər ehtimala açıqlama bölməsində o kanalın da linkini qoyacağam. Girib oradan da baxa bilərsiniz o videolara. Amma zamanla həmən videolar yavaş-yavaş köçəcək bu kanala. Yəqin ki, bu kanalda da olacaq həmən videolar. Belə özümüz haqqında danışdıq. Məncə kifayət edir. Bilmirəm, sən hiss edəmirsən axır vaxtlar yoxsa yox. Mən gözəlləşmişəm. Düz. Yox, heç o. Onun şübhəmiz yoxdur. Yəni. İnsanlarda bir dəyişiklik hiss eləmisənmi son zamanlar? Dəhşətli şəkildə. Amma neqativə doğru. Yəni, neqativə doğru, mənfiyə doğru. Güvənsizlik, kommunikasiya ümumiyyətlə problemi var insanların bir-birləri ilə. Fərqi yoxdur korporativ ortamda, fərqi yoxdur ictimai ortamda, ailə daxilində. Yəni, hər kəsin bu dəqiqə öz alanı var və o alanda özünü qısıtlayır. Bəzi stereotiplər var ki, onları qıra bilmir. Uğursuz insanlardır onlar. O insanlar uğur qazana bilmirlər. Və o insanlar uğur qazana bilməyib o hala düşüblər, o halla barışıblar. Və belə də davam edirlər. Və bu davamiyyət, bu gedən bu davamiyyət başqalarına təsir edir. Biraz elə bir yoluxucu olub bu. Məsəl üçün,
adamdan tövsiyə alarsan ki, filan durumda sən nə edərsən? O adam artıq uğursuzluqla qarşılaşıb və həmin o dediyi mərhələni negativ bir şəkildə keçib. Qarşı tərəf ondan məsləhət istəyəndə o da həmin o keçdiyi negativ dönəmi, daha doğrusu negativ şəkildə atladığı o mərhələni digərinə tövsiyə edir. Bu ona, o buna, belə bu formada davam edir. İnsanlarda dəyişmək istənməmək bir hissi var, hiss eləmisənmi? Yəni dəyişmək istəmirlər. Fikirlərini? Ümumiyyətlə. İstər fikrini, biri mən özüm elə. Məsəl üçün mən özüm. Mənə çox xoşdur, mənə çox rahatdır. Mən özümü elə daha komfort hiss edirəm də. İşdən gəlirəm otağıma, nəsə öyrənirəm, nəsə axtarıram, məşğul oluram. Kompüter, işte nəsə bu şeylərlə məşğul oluram. Bu əslində yaxşı bir şey deyil. Sosiallaşmıram, ünsiyyət qurmuram və bu mənə artıq belə qəbul olunur. Mən bunu belə qəbul edirəm ki, bu doğru deyil. İnsan sosiallaşmalıdır. Maraqlıdır ya, bunu dərk edirəm, amma görürsən, bax, onu eləməyə davam edirəm. Bir dostum var, çox maraqlıdır ki, 39 yaşım var və bu 39 ildə mənim bir dostum var. Yəni, cəmi cümlətanı bir dənə dostum var. Bu da mənim problemimdir ki, bunu da çox danışmaq istəyərdim. Tək mən yox, elə hamıya aiddir. Bu dəqiqə demək olar ki, dost tapmaq dönəmi çətinləşib, çox çətinləşib. Çünki mənim mövcud bir dəqiqə dediyim dostumdan, Çingiz salam olsun sənə, dediyim dostla biz 93-cü ildən dostluq edirik. 93-cü ildən. 30 ilə yaxındır. Ay, 30 illik dostum olsaydı. Yəni, bax görürsənmi, mən o insandan nə xəyanət görmüşəm, nə bir artıq əski söhbət eşitmişəm. Dəfələrlə bizim münasibətimizə xələl gətirmək istəyənlər olub, ortaq tanışlarımızdan alınmayıb. Bu güclü olmaqdır. Aydındır mı? Yəni, demək ki, o da güclüdür. Mən də güclüyəm ki, biz heç nəyə fikir verməmişik və günü bugünə qədər dostluğumuzu davam etdirmişik. Yəni, sözümün canı nədir? Niyə deyirdim? Onun işi elə bir işdir ki, o bir ay işdə olur, bir ay evdə olur. Bəlkə də ailəsindən də çox onun işindən tez qayıtmağını gözləyən mənəm də. Ya aramızda başqa münasibət yoxdur ya, dost münasibət var. Sən başa düşün. Yəni onun dostu da olsa, aşkı da olsa. Yəni o insanın işdən qayıtmağını, onu ilə hansısa bir aktivitəyə getmək həqiqətən çox ləzzət edir mənə Çingizlə. May ayında doğulub. Buğa. Yəni onu ilə hansısa bir aktivitəyə getmək, onu ilə hansısa bir restorana getmək və yaxud da hansısa bir işi görmək, bilyard oynayırıq axır vaxtlar. Heyvan kimi bilyard oynayırıq. Ləzzət edir. O şey var ya, o rəqabət olur sağlam rəqabət. Bax, o ləzzət edir mənə. Mənə motivasiya verir. Məsələn, tutaq ki, normalda başlamamışdan oyuna deyirsən ki, 8 oyun oynayaqsa da bəs da gedər. Ondan sonra yığışdırarıq. Məsələn, gəlir 4 oyundan sonra tutaq ki, mən qabaqdayam, o məndən arxada qalıb da hesabda. Yox, vəbşə bilsən nə var? Məsəl üçün, sən bunu udmasan, mən davam edirəm. İntriqa, ləzzət edir. Sözümün canı nədir? İndi mən burada dostumu reklam eləmək istəmirəm. Sadəcə olaraq demək istəyirəm ki, bax, görsən, bir dənə söz işlətdin, nə dedin? Mənim belə 30 illik dostum olsa... Dostum da olsa, aşkım da olsa, yəni çox iyi olurdu. Çox təəssüf ki, yoxdur bu dəqiqə. Çox təəssüf. Mikrofonu ötürürük İna Ataman xanıma. Özür dilərim, sən bitirəsən sonra araya girim. Ümumiyyətlə, sənin çoxlu dostun olmalı deyil.
olmalıdır deyə də bir qanun yoxdur. Çox adamla belə ha eləyən, ətrafında çoxlu dost tanış olan insan əmin ol ki, arxasıca danışır da, ya da arxasıca işdə çevirir, ya da ki, hər kəsi eyni şəkildə sevmir. Onun bəlkə də ən çox sirrini bölüşdüyü elə bir ya da iki nəfər var. O görüntüdə elədir ki, hər kəsin xeyrində, şərrindədir. Adi götürüb blogerləri. Yəni elə bir dünya yoxdur yəni. Bir dələsi var yanında və ömürlükdür, nə gözəl. Yoxsa ki, bugün 2 il bu inanam, hansı işi görə, hansı nəyəsə görə, bir il bu inanam, belə elə bir şey heç o zaten dostluqdur sayılmır. O da qəşəng söhbətdir ya, nəyəsə görə. Nəyəsə ki, təbii ki, çıxarcı ilişkisi, zaten günümüz bu olub da, çıxarcı ilişkisi. Plus da ki, mən məsəl üçün çox ortamda çox şeyləri həyatda sınamışam da, praktik olsun, təcrübə olsun deyə. Təbii ki, bunu təcrübə olsun deyə sınamamışam əslində. Bu da olub yəni. Məsələn, çoxlu ətrafımın olduğu vaxtlar da olub. Birlikdə əyləməyə getmişik, birlikdə falan filan. Amma indilərdə elə vaxtdayam ki, elə bil ki, o adamın bizə nə vaxt olur? Bir ya ergənlik vaxtı, ya gəncliyin ilk vaxtları həyata düşür, ya işindəki insanlarla münasibət, insanları öyrənənə qədər. Sonradan ya bir yerlərdə qəlbi qırılır, ya bir yerlərdə insanların iç üzünü bilir, ya o qədər məşğul olur, özünü işə verir, pula verir. Həyatındakı öncəliyi artıq geyim, gəzim, tozum olmur, məsəl üçün. Məsəl üçün, mən gəzməyə falan çox sevirəm, əyləməyə çox sevirəm ki, və dost qurğularını da çox xoşlayıram ki, gedirlər hardasa stol-stol oyunlara oynayırlar falan filan. Çox maraqlı. O kafalar çox qəşəngdir. Amma onun üçün, yəni bu əyləncə üçün ayrılan arkadaşlar var, amma bir də var dostun. Hansı ki, sən onunla heç çox danışmasan, çox yazışmasan da o sənin həmişə bir yerdədir də. Var, hə. Bilirsən ki, onunla nəsə sabah bir şey olsa, o sənin üçün var və sən ona kömək istəyirsən, ya da eyni zamanda da o səndən nəsə istəyəndə canı gönüldən eləyəcəksən. Yoxsa axtarmayıb birdən-birə tutaq ki, Natın, mənə bir dənə nəsə kömək eləyə bilərsən. Adam o zaman qalır ki, bir dəqiqə biz dostuq ki, sən mənə nəyə görə axtarmırsan, sən mənə nəyə görə soruşmursan ki, necəsən falan. O qədər hazırda çıxarcı, sən dedin, çox şeydiləri, altında bir şey var. Bugün əgər sənə çox yaxşı davranırsa, əmin ol ki, 2-3 gündən sonra səndən nəsə istəyəcək. Əmin ol, yəni. Təbii ki, bu hər hiss eləyirsən onu. Hiss eləyirsən, hə, bilirsən, süyniliyi tutursan, insanların çoxsunda belə olur. Sən deyirsən ki, planetlərə zaten çox da inanmıram, eləmirəm. İndi biz bunu planetə mi bağlayaq, elimizə mi bağlayaq, bu pokoleniyaya mı deyək, nə deyək, bilmirəm. İndiki vaxtda dünyada həqiqətən də başlanğıcda dediyim kimi güvən itib. İnsanlar belə bir negativə bağlıdırlar. Dost belə dosta tavsiyə verəndə ən sadə ilişki mövzusunda sən demişkən öz başına gəlib pis alıb, amma bu individualdır da, onda da belə olacaq deyil ki, başlayır podruqasında olduğuna. Bu belə olacaq, o səni belə eləyəcək. Bəlkə onda çox yaxşı olacaq. Bəlkə tamam bir yerdə köməklik eləmək istəyirsən, bir yerdə ona yaxşı gəlsin istəyirsən də, amma nəsə bir məsləhəti falan ver, fikrini ver və sonda denən ki, yenə də öz qərarında bunu da eləyə bilərsən bu şəkildə və gedişata bax, ya nəsə elə. Yəni bir fikir ver də. Vermə, yol göstərmə direkt. Fikirlər ver, alternativlər ver ki, o da onu seçsin. Yoxsa direkt kəsir atır ki, mən sən yanında olsun, bunu belə eləyərdim. Все, podur olur, mən olsa. Ya da eyninə oğlanlara da aiddir, oğlan dostlarına da aiddir. Kimsə doldurur ki, ailəndə belənçinə, kişisən sözün keçsin, davay. Bəlkə onda onların ilişkisində bu şəkildədir. Bəlkə, yəni individual yenə deyirəm, təməl necə qoyulubsa o şəkildə gedəcək. Ya da ki, dəyişmək istəmirəm də çox yaxşı dedin, orada toxunum. Çünki artıq sənə bura tanışdır. Sən bura rahatdır. Kesin istəmirsən oradan çıxmaq. İstəmirsən, amma bir şey də deyəcəm. Bəzən həqiqətən də çıxmamaq lazımdır Elman. Ya duruma görə dəyişir də əslində. Hər durumda o keçərli deyil axı. Hə, amma məsələn bəzi insanlar var ki, bunun təbiəti bu şəkildədir də. Asosial deməyim, heç bir şey ümumiyyətlə həyatda qəlibləşdirməyi sevmirəm. Heç bir şeyini, psixoloji xəstəlikləri belə, heç nəyi. Ad qoyulmasını xoşlamıram heç bir şeydə. Bəlkə də evliliyə buna görə heç şeyə baxmam. Nəysə, bu birinci temamız idi. Sözüm nəydi? Sözümdən çıxdım. Hə. Sözüm yadıma. Call of Duty. Yox, nə deyirdim? Qəlibləşdirməyi sevirəm. Nəyi qəlibləşdirməyi? Hə. Komfort. Asosiallıq deməyək, sadəcə sən bu şəkildə həyat xoşlayırsan. Xoşlamaq da yox. Bayaq dedin qıraqdan özümə baxanda deyirəm ki, bəlkə fərqli ola bilərdi ya da nəsə, amma eləmirəm də o gün.
Məncə özünə dəyməməlisən çox. İnsan öz duası ilə çox oynamamalıdır. Məsəl üçün, hal-hazırda bu əhval-ruhiyyədəyəm. Gəlim, axşam işlərimi falan bitirmişəm, kofemi qoyacağam, kompüterimin qabağında oturacağam. Bu bəlkə 1 il sürəcək, bu bəlkə 5 il sürəcək. Özünə toxunma. Məncə mən onun biraz tərəfindəyəm. Çünki sən özünü başlayırsan zorlamağa, davay idman eləyim. Davay biraz ki, o qədər pis təsir eləyir ki, elman. Yox, söhbət idman eləməkdən getmir. Yox da, yəni o başqa şeylər qatırsan, həyatın daha rənglənsin. Mənə görə, mən belə düşünürəm də, yəni lap o da bir həyat deyil də. Düzdür, mən özüm o həyatı yaşayıram. Birə-bir bu dəqiqə nə bilim, sən deyirsən 1 il, 5 il, mən nə bilim bəlkə də 15-20 ildir bu həyatı yaşayıram. Prosta yəni o da bir şey deyil də. Bu sənin artıq doğandır. Mən səni məcbur edeyim ki, Elman, davay çıxaq buradan, hər axşam davay başqa bir şeylər elə, ya da artıq kompüter, kofe zat söhbəti olmasın, başqa. Bu sənin təbiətindən oynamaq olacaq. Amma nə vaxt nə ola bilər? Məsəl üçün, sən birdən-birə deyərsən ki, sıxıldım və hər gün işdən sonra mən artıq kofe götürüb kompüterimdə oynamaq istəmirəm. Bu başqa bir şey istəyirəm, amma bunu həqiqətən istəyəndə bəlkə başa düşdün mü? Başa düşdüm. İzləyicilərim başa düşdü. Başa düşdüm. Yəni bir var ki, kimisə zorlamasına ya da ki, ayda həyatım çox sıxıcı deyə. Mən dəyişməliyəm. Məsələn, o ilə get olmayacaq. O sən başlayacaq sıxmağa, sən öz doğan, öz təbiətindən oynamış olacaqsan. Bu səfər bunun yan etkiləri çox olacaq. Amma bir şeydən artıq sıxıldım ya. Mən həyatımdan kolanı çıxartmaq istəyirəm. Mənə yaxşı gəlmir. Yaxşı gəlmir dediyin anda, bax fərqində vardın. Və bu fərqindəlik səni artıq sıxmağa da başlayır. Amma sən bayaq dedin ki, fərqinə vardım, amma dəyişmək üçün də bir şey eləmirəm. Demək ki, sənin üçün hələ ora okeydir. Anladın mı? Ora sənin üçün okey. Özünə dəymə həqiqətən və icazə verməyin kimsə də sizin komfort alanınıza dəysin. Davay sən də şeyə oxşur da bu. Nə qədər olar? Heç oğlanlarla zaten danışmırsan, gülürsən. Davay çıxaq, biraz 1-2 nəfərdən danış, flörtləş elə. Dəyməyin ya, heç kəsin təbiətə dəyməyin. O hazırda onu müşahidə edir. İnsanlar dünyaya təcrübə eləmək üçün gəlirlər, praktika eləmək üçün hər şeyi. Ona görə deyirəm də, cəzadır, cəhənnəmdir, cənnət, elə bir şeylər sadəcə bu dünyadadır. Yəni o şeylərdir prosta, sözlərdir. Nə deyirlər ona? Başlıqlar da, yəni cənnət, cəhənnəm, əzab vermək, yanmaq falan filan. Bunlar aforizma deyirlər deyəsən, elə bir şeylərdir. Normalda elə deyil. Sən sadəcə burada hər şeyi praktika eləyirsən. İnsanlar üçün də hər şey. Mən indi istəyirəm, yəni bu şəkildə də bunu istəyirəm. Mən sıxıcıdır. Sənin üçün mənim həyatım sıxıcıdır. Mənim xoşuma gəlir. Hər gün Netflix-də açacağım, bütün serialları izləyəcəm. Mənim belə xoşuma gəlir. Bəlkə deyən də deyirəm 1 il ya da bəlkə 1 həftədən sonra deyəcəm ki, sıxıldım ya, davay çölə aləmlərə akalım. Eynən. Amma kiminsə icazəsindən yox, ya da ki, qınaq obyektinə çevrilərək yox elməm. Bunu özün istəməlisən də. Yəni o dönəm onda belə çıxır ki, o insan indi kimdən söhbət gedirsə də X bir adam. O insan o zamanı gözləməlidir ki, o zaman gəlsin və bu onu eləsin. Nə vaxt səni öz komfort alanın sıxmağa başlayırsa, o zaman dəyişəcəksən. Tamam. Bəlkə sonra yenə də gələcəksən, təkrar yenə öz komfort alanın var. O bildiyin yerə dönəcəksən, o artıq səndən asılıdır. Okey. Mənim üstümü qışqıra bilməzsən başa düşdüm. Ürəyim istəyən vaxt qışqıra bilərəm. Sənə elə gəlir. Özünə gəlin başa düşdüm. Mən də sənə dedim də. Mən sənə dedim, bunu yaz bir yerə, yadında saxla. Onsuz yazır. Konseptin dəstəyi ilə podkastımız davam edir. Təşəkkür edirik. Konsept bizə yaratdığınız bu şəraitə görə. Belə bir şey hiss eləmisənmi? Bilmirəm. Bir də o səsi. Hiss eləməliyəm. Bir qayısı. Elə bir nəsə hiss eləmişəm. Hamının bir işlətdiyi bir söz var da, yəni hamının dediyim biraz daha yaşlı nəslin ən çox işlətdiyi bir söz var ki, indiki cavanlar apartullah. Yəni hamı bir ağızdan bunu deyir. Bilirsən nətər, mən bəzi hallarda bu fikirlə razılaşıram. Bəzi hallarda bu fikirlə razılaşa bilmirəm. Yəni bəzi hallarda indiki cavanlara, yəni mənim birdən baxarsız cavan görsənirəm, 39 yaşım var. Ona görə də bu söz birləşməsini mənə yaşım deməyə icazə verir ki, indiki cavanlara baxanda ikiyə bölünürəm. Bəzi hallarda razılaşıram o fikirlə ki, indiki cavanlar yaman
civə kimidir, söz demək olmur. Bəzi hallarda da deyirəm ki, yox da, yəni adam düz eləyir. Belə olmalıdır. Bilmirəm, onu mən bir ara bunu araşdırırdım. Sadəcə tam olaraq araşdırıb axtarıb tapa bilmədim ki, bir dönəmdən sonra valideyn tərbiyəsində problem yarandı. Bir dönəmdən sonra valideynlər uşaqlarına tərbiyə verə bilmədi. Bəzi valideynlər uşaqlarına tərbiyə verə bilmədi. İndi bilmirəm. Bu andırlar çıxandan, telefon, elektronika, internet inkişaf eləyəndən sonra başladı. Yoxsa yox. Tamam ayrı bir səbəbi var bunun. Çünki 2000-ci illəri xatırlayıram mən. Hətta 2000-ci illərdə biz ailə olaraq çox ağır bir dönəmdən keçirdik. Mən məcburi bir neçə dəfə yaşayış yerimi dəyişməli oldum və o məndə travma saxladı. Dostu itirmək, sinif yoldaşı itirmək, məhəllə uşaqları itirmək. Uşaqsan da, başa düşürsən, amma o mənə travma kimi gəldi. Çox belə passivləşdim, həvəssizləşdim hər şey. Bəlkə də elə o bayaq danışırdıq ki, indi mənim bir otağa girib o otaqdan çıxmamaq məsələn falan. Videoları sildim buradan. Bəli. Ayso. Çox heyif. Yox, silməsəydim bir şey göstərəcəydim. İndi şeydə sıvıyıram da deyəm. Danışdım, sıvıyıram da. Bəlkə də indi mən ona görə mənə belə rahatdır ki, hansısa dostum yoxdur falan filan gəlib gerim. Neyse, söhbət o deyil. Söhbətim tərbiyədir. Mən 2000-ci illərə qədər, hətta əskərlik dönəmimə, mən belə deyəcəm, 2004-cü ilə qədər mən o tərbiyəni, hörməti görə bilirdim. Mən əskərlikdən qayıtdım 2006-cı ildə. Mən artıq o tərbiyəni görə bilmədim. Uşaqlar çox belə şey olmuşdular. Telefon da sən deyən elə inkişaf eləməmişdi. Yəni var idi, düzdür, yavaş-yavaş həyatımıza bu internet girirdi, internet paketləri girirdi falan filan kimi. Nə oldu o dönəmdə? Nə dəyişdi? Onu məktəbdə oxuyurdum, tam bilmirəm. Valideynlər nədən qopdu? Bax, məni o maraqlıdır ki, yəni nə oldu? Valideynlərə nə oldu? Məsəl üçün, tutaq ki, mənim valideynim mənə tərbiyə verib ki, tutaq ki deyirəm, ən bəsit misal çəkəcəm. Avtobusda yaşlı adam görəndə ona yer ver. Düzdürmü? Mənim valideynim bu tərbiyəni mənə veribsə, mən gələcəkdə iki variant qarşısında qalıram. Ya anamın dediyini öz övladıma mən də ötürməliyəm ki, avtobusda yaşlı adam görəndə ona yer ver. Ya da axtarıb araşdırıram, beynimi inkişaf elətdirirəm və baxıram ki, mənim avtobusda kiməsə yer vermək kimi bir borcum yoxdur. Çaktım mı köftəyi? İzah eləyə bildim fikrimi? Bax, məncə qopma burada oldu. Burada nəsə oldu ki, bəzi böyük bir qismi bu tərəfə keçdi ki, mənim avtobusda heç kimə yer vermək kimi bir borcum yoxdur. Bəziləri də valideynlərinin tərbiyəsini, valideynlərinin belə deyək də, hətta valideynlərinin onlara öyrətdiklərini öz övladlarına öyrətməyə davam edədilər. İndi valideyn tərbiyəsindən birinci şey eləyəcəm. Bilirsən, Elman, genel olaraq fərq yoxdur hansı il, hansı əsr. Bir var valideynin sənə ötürdüyü tərbiyə, öyrətilər falan filan, bacarıqlar zat. Bir var qanından gələn, yəni bütün nəslindən sənə keçən bacarıqlar, qanacaqlar, mərifət, xarakter. Bir də var özünün formalaşdığı, ətrafın, cəmiyyətin formalaşdırdığı. Əgər o avtobus temasına girsək, prosta avtobusda indi o ən asandır. Elə belə də həm misal kimi o orada ya valideynin ona öyrətdiyi, məsəl üçün böyük gələndə oturmaq lazımdır. Böyük gələndə oturun.
Bizə nə görə, yəqin ki ona görə ağzımdan çıxdı. Çünki beynimdə o fikirləşirdim ki, bəzən də valideyndən gördüyünü elə təkrarlayır da. Hardan bilir ki, valideynlər həmişə düzgün şey deyirlər. Bəzilərinin evində həqiqətən də böyüyə qanacağa sayğı, yəni o qədər də şey deyil, yəni otururlar. Böyük içəri girəndə də heç durmurlar, avtobusda da durmurlar. Fərqi yoxdur. Yəni bu valideyndən elə görüb. Amma bəzi insan da valideyndən onu görsə də qıraqda bilir ki, bu cür işləmir söhbət. Özünü formalaşdırır. Yəni deməyim odur ki, sənin dediyin bu 2006-da nə baş verir mən bilmirəm, çünki mən məktəbdə oxuyurdum. Amma bilirəm ki, bizim yediyimiz şeylərin hormonları da dəyişildi. Hormonlar, məsələn bir dəfə demişdim, bizim ilk buraxılışlarımızda bağırsaqların da beyni var demişdim. Yediyimiz nədirsə biz ondan oyuq. Bax o hormonlu qidaların verdiyi şeylər, niyə insanlar aqressivləşib, niyə bir-birlərinə cinayət falan, nəyə görə? Sadəcə bu xarakter ya da bilinçaltında işlənən serialların zadının etkisi deyil ki, onların da etkisi var. Hər şey kompleks şəkildə işləyir ki, qıraqda. Biz görmürük. Çoxumuz da görür, amma əldən gələn bir şey yoxdur. Hormonlu qidalar olsun, valideyn tərbiyəsi olsun, cəmiyyətin verdiyi qınaqlar ya da bu nə deyər, o deyər falan olsun. Hamısı bir şəxsiyyəti formalaşdıran şeylərdir. Bir gənci, bir uşağı. O da indi yaşından asılı olaraq, məsəl üçün sən əskərlikdən gəlmişsən, sən bəlkə də artıq başqa cür formalaşa bilərdin, sən özünü bu şəkildə düzəltmisən. Mən o vaxtı məktəbdə oxuyurdum, bəlkə mən daha bir ergənliyim, bəlkə pis keçirdiyim vaxtlar olub ya da ki ondan sonra özümü düzəltmişəm. Elə şeylər olub ki, o vaxtda çox tərbiyəli, çox yaxşı uşaqlar idilər. İndi tamamilə həyat onları pis günə qoyub, həyat deyə pis günə qoyub da. Yəni seçdikləri məslək, nə bilim, ya evləniblər, boşanıb, hər şeydə başa düşün. Bunların hamısı kompleks şəkildə işləyəndə günün sonunda səni gətirir, nəyə çatdırır? Bu cür dəyişimlərə. İndi sən deyirsən ki, nəyə görə dəyişdi, nə baş verdi orada? Yəni bu cür şey. Ya zaten onu tam olaraq biz bilə bilmərik nə oldu. Bilə bilmir, amma təxminivi də belə. Hə, və məncə təxminlərimiz heç də yanlış deyil. Məncə həqiqətən də belədir. Yəni bu bilinc altında işlənən seriallardır. Sən internet dedin, internet hələ o vaxtlar hələ təzə. Mənə elə gəlir ki, 2010-dan sonra, 2015-dən sonra daha çox YouTube, Google, TikTok'un da parlaması 2017-18-dən sonra. Hə, yəni hamısının bir şeyi var, amma bunlar deyil də səbəb. Qıraqda işlənən hamısı, o vaxta qədər hələ seriallar var idi. Sonradan türklərdə rütük gəldi. Bizdə də yəni şey qoyuldu, sərhəd qoyuldu. Yəni bu cür kinolar artıq Ada yoxsa nə kimsə şpaqat açırdı, kimsə dombalaq açırdı. Yəni və sadəcə 18+ deyəndə sadəcə o şeylərdə deyil, qandır, şiddətdir falandır. Bunlar hamısı biz bax bəzi insanları görərsən ki, deyir ki, mən qorxu kinolarına baxıram və mənə heç təsirlənmir. Elə deyil. Bilinç altında əslində təbrik bax. Mən də öldürürəm mən. Mən də bilirəm ki, orada real deyil də, gerçək deyil. Amma ləzzət eləyirdi natama. Amma demək ki, bir şuur altında mı sənə o bilinci altında nələrə ziyan verir? Ya bax, yanlış anlaşılmasın. Filmin türü mənə ləzzət eləyir. Yoxsa ki, mən orada baxdığımı başqa yerdə tətbiq eləmirəm ki. Yox, təbii ki, romantik filmə baxanda bəyəm gedirik ki, o əslində olar. Kəşk elə olardı. Yox, yəni, amma yenə də deyirəm, sən bilmirsən axı beynində nə qədər. Beyində neyronlar var, nələr var, sən nədə həyecanlandın, nə oldu? O kodlar var, Elman. Bugün yaşadığın, bayaq nəsə dedin ki, mənim yaşadığım travma kimi qaldı, deyirsən, o mənə. Bugün yaşadım, bir dənə məsəl stakanım yerə düşdü, mən qorxdum, düzdür. O kod kimi yazılır, siz fərqində deyilsiniz, yazılır. Sabah stakan biraz kənarda qalanda elə bilirəm ki, düşəcək. Onun özü belə, sadə misal gətirdim prosta. Hamısı kod şəklində sənə yazılır. Ona görə də o baxdığımız seriallarda, o dinlədiyimiz Allah seni kahretsin. İsmail bağırır deyə bir ara. Tıkla. 90-69 vücudumuza. Niyə görə hal-hazırda? Ay son. Niyə görə hal-hazırda hamımız arıqlamaq falan düşünürük o şeylərdəyik. 90-69 vücudu. Şuur altına yedirir. Şuur altı, eynən. Hamısı ora girilən proqramlardır ki, biz o valideynlərin uşaqlarıyıq və biz də o uşaqlarımızın valideynləri olacaq ki, hansı ki kodlar şəkildə gedirik. Bu zəncirvari bir şeydir. Harda qırılar bilmirəm, qırılmalıdırmı bilmirəm. Yaxşısı olan nədir, düzü olan nədir, səhv burada hansındadır bilmirəm. Böyüyə həqiqətən də hörmət edilməlidir, bilmirəm. Avtobusda həqiqətən də biz böyüyə yer verməliyikmi? Yoxsa mən bugün regl sancısı çəkirəm, mənim heç bir uğrumda deyil, mənim də qarnım ağrıyır, nənə.
Aysa nənə onu başa düşürmü? Nənə onu başa düşürmü? Yoxsa mənə naşıqda olsam belə sifətimə belə baxırmı? Bilirsiniz, hər kəs mən ona görə mən bir dəfə yenə də deyirəm, köhnə çıxışlarımda bunu danışmışdım. Kimə görə səhv, kimə görə doğru, kimə görə qara, kimə görə pis, kimə görə yaxşı. Bunlar o qədər individual, o qədər vəziyyətə görə yön dəyişdirən şeylərdir ki, ona görə sən damğanı vura bilməzsən ki, mənə görə bu düzdür, mənə görə bu düzdür. Elə bir şey yoxdur. Eynən. Bir də belə bir şey də var. İndi sən danışdın, ağlıma gəldi. İnsanların azadlıq anlayışı da biraz fərqli yönlərə inkişaf eləməyə başladı. Tam olaraq hansı illərdə oldu bunu bilmirəm. Amma fakt o oldu ki, yəni azadlıq anlayışını hərə bir cür başa düşdü. Hamı eyni cür başa düşmədi. Biz uşaqlarımızı bu dəqiqə maksimum dərəcədə çalışırıq ki, telefonla təmin eləyək. Baxmayaraq ki, o imkanlar var telefonlarda, hansı ki, bəzi bəlli şeyləri qısıtlamaq, onu eləmirik. Başqa şeylər də var. Fikir bildirmək var. Məsəl üçün, hansısı fərq eləmir də, yanlış olan şeyi doğru bilib fikir bildirənlər var. Bunları azadlıq kimi düşünənlər var. Burada bir yanlışlıq oldu. Burada bir pozultu oldu. Yəni pozuldu nəsə o müəyyən bir dönəmdən sonra. Və bunların hamısı gəldi o uşaqlara. İndi artıq böyüyüblər həmən uşaqlar o telefonun ilk çıxdığı vaxtlarda. Həmən uşaqlar böyüyüblər və o azadlıq bilib mənimsədikləri şeylər indi onların şuuru altında artıq işləməyə başlayıb və onları yanlış yola aparır deyə düşünürəm. Məsəl üçün, tutaq ki, 90-cı illərdə böyüyən birinin 2000-lərdən sonra böyüyən birinin eşcinsəllik haqqında fikirləri fərqlidir. Düzdürmü? Mən bu dəqiqə gedib kiməsə desəm ki, mənim bir gey dostum var, etiraf eləyək ki, məni daşqalaq eləyərlər. Düzdürmü? Yəni daşqalaq eləməzlər, tamam da. Yəni ən azından məndən uzaqlaşarlar. Düzdürmü? Onların ağlında belə bir fikir formalaşacaq ki, bunun gey dostu varsa, deməli bunun da nəsə geyliyə meyilliliyi var. Və yaxud da sən məsəl üçün gedib desən ki, mənim lezbiyan bir rəfiqəm var. Sənə bir qəribə baxacaqlar. Qəribə baxanlar kimlərdir? Hardasa belə deyək də, o təfəkkürlə böyüyənlər, 90-cı illər, tam olaraq indi 90-cı illərdə böyüyənlər də deyə bilməliyik. Çünki 90-cı illərdə böyüyən valideynlər də öz övladlarına bunu öyrədirsə, deməli o 90-cı illərlə nəsə bir ilişkisi var bunun, başa düşdün? Nəsə var ortada. Mən demirəm ki, belə bir şey doğrudur, belə bir şey yanlışdır. Mən ona heç vaxtı fikir bildirməmişəm, bildirməyəcəm də. Kim nə edir, özü üçün edir, özü bilər. Mənə bulaşmasın, cəmiyyətə bulaşmasın. İstədiyim bunu. Yoxsa ki, yəni hər kəsin orientasiyasına mən hörmətlə yanaşıram. Mənim üçün heç bir fərqi yoxdur. Doğru eləyib eləməmək məsələsinə gələndə, indi təbii ki, mənə görə də bu doğru deyil, amma mən o doğru deyili hansı şəkildə, yəni sözümün o canı demək istədiyim odur ki, tamam bu doğru deyilsə də mən bunu hansı şəkildə bildirməliyəm ki, nə şiş yansın, nə kebab. Aydınmı? Yəni mən bunu da düşünürəm ki, belə bir şey də var. Kuşaq çatışması deyə bir şey var. Türklər belə deyirlər. Yəni ki, pokoleniyalar, yəni rusca, yəni Azərbaycanda yoxdur. Nəsildə, pokoleniya nəsildir. Hələ bir nəsil uzlaşmamağı var hal-hazırda. O da nəyə görə var? Bu 90-cı illər dediyin, lap olsun 80-ci illər, lap olsun lap mamalarımız, atalarımız 70-lər, 60-lar, 50-lər. 40-lardan kimsə qalır. Qalıb tək-tükdə belə. Nəysə, nəyə görə çatışırlar? Nəyə görə bugün bunun dediyi bu rusinə çatmır? Ya da ki, nə? Çünki gelişdirmirlər özlərini. Bax, sən tutaq ki, nənəsən. Ya da bu nənələrdən nə istəyirəm bilməm. Ya da tutaq ki, anasan. Ya da fərqi yoxdur. 90-ların uşağısan. Tutaq ki, sən, belə deyim də, Elman, sən məndən yaşlı böyüksən, düzdür ki, rahat ol, düşmür. Sən Elman, səs gəlmir. Yox, rahat ol. Sən məsəl üçün 90-dan uşaqsan və məndən böyüksən. İndi hər dəfəsində böyük demək istəmirəm. Çünki oxşamırsan, amma yenə də. Sən o vaxtlarda, yəni necə deyim,
formalaşdırmısan beynini falan filan. Mənim uje vaxtımda isə başqa şeylər moduydu ya da başqa bir şeylər inkişaf eləmiş falan. Məndə o şəkildə beyin inkişaf edib. Düzdür. Biz hal-hazırda nəyə görə səndən anlaşırıq? Çünki mən də özümü gelişdirmişəm, inkişaf elətdirmişəm hansısa mövzularda. Sən də bax belə deyim də, sən burdaydın, mən burdaydım, düzdür? Uzlaşmamız üçün ikimizin də eyni şeylərə gəlməsi lazımdır. Bu sənin aşağı düşməyin demək deyil. Bəzi böyük yaşlılar elə bilirlər ki, bugün əgər mənim yaşımdan az yanımdakı yaşı azlı birisi nəsə desə, mən düşəcəm səviyyəcə. Adi məsəl üçün bax telefonu falan öyrənmək istəyirlər. Özlərinə o qədər şey, bu düzədir. Özünlərini əksilmiş kimi hiss eləyirlər. Elə deyil axı. Bugün bu telefonu daha yaxşı bilir səndən. Bu uşaq fərqi məktəbdə oxuyur da. Fərqi yoxdur. 5-ci sinifdə oxuyur, amma sənin var 64 yaşın. Sən telefonu bilməməyin sənin ayıbın deyil. O bu dünyaya doğuldu. O da bəlkə də plakı taxmağı bilmir. O da heç bəlkə plaklardan başı çıxmır. Qəşəng müqayisədir. Yəni, bilsən onlar elə bilirlər ki, əksilirlər. Bir də amma bunu bu bir tərəfdən də baxa bilərik. Uşaqdır və deyir ki, mən nəyə görə mən indi internet var da, nə edirəm, atamın, anamın sözünə qulaq asam falan. Elə deyil axı. Onlar elə bir şeylər görüblər, müharibə görənləri var. Nə bilim, aclıq görənlər var. Sən texnologiya dövrünün şeylərinə məruz qalırsansa, məsəl üçün şiddətinə ya nəsə, orada hər şeydə sosialda əgər dövr eləyirsə, bu insanlar bunu sən virtualda olub, sən onlardaysa konkret real həyatda baş verib də başa düşdün. Bugün sən bloka atırsan ya da hesabın engəllənir. Onların dövründə isə özlərini həqiqətən də engəlləyən insanlar olub. Müharibə dövründə yaşayıblar. Çörəyi zorla alan vaxtsa həqiqətən də onlar deyəndə ki, biz müharibə dövrünü görmüşük, sizə elə bil asan gəlir, amma bu demək deyil. Bir də biraz pandemiya yaşadınız, elə bilirsiniz ki, ay Allah. Həqiqətən düşünün, onlar bombazat səsləri gəlib eləyib. Mən nə demək istəyirəm? Fərqi yoxdur yaşın, fərqi yoxdur hansı ilin, hansı əsrin. Uzlaşmaq lazımdır. Yaşlısansa da, uşaqsansa da. Bir yerdə uzlaşmağınız üçün konkret eyni yerlərə gəlmək, eyni səviyyəyə gələcəyiniz mövzular tapmalısınız. Tamam, sən hər dəfəsində nənə babanla oturub söhbəti onu sənə sıxıcı gələ bilər. Oturub hal-hazırda elgisi izləyə bilər. Sən amma daha çox Barış Özcanıza falan izləyə bilərsən. Amma bu yenə də nə onun əksikliyini göstərir, nə də sənin artıqlığını göstərir. Elə deyil. Uzlaşacağınız, alan tapmalısınız. Bir də azadlıq mövzusu dedin Elman. Bayaq orada da bir şey fikirləşmişdim. Çox danışmadım bu arada. Yox, rahat ol. Bir yarım 30 saniyəlik çıxış eləyə bilərsən. 30 saniyə. Nəsə azaltma barədə bir şey dedin. Nəsə sən danış, o mənim yenə də yadıma gələr. Bilməm, qəşəng bir şey deyəcəkdim. Tamam, yadıma düşsə danışarsın. Deyəcəm. Mən bir şeydən danışmaq istəyirdim. İcazənlə. İcazə vermirəm. Bayaqdan danışırıq valideyn tərbiyəsi falan filan. Bu müəyyən dönəmdən sonraki azadlıqda bizim televiziya kanallarının da rolu çox oldu. Mən çox üzr istəyirəm. Mən günü bugünə qədər Bacanaqlar serialına baxan adamı başa düşə bilmirəm. Gerçəkdən çox üzr istəyirəm. Yəni şəxsi fikrimdir. Öz fikrimi deyirəm. Yəni nə var orada? O serialda səni ofsunlayan nə var orada? Bax, məsəl üçün mənim yadımdadır. Bizim uşaqlıq dövrümüzdə kinoklub var idi. ASTV-dən yayımlanırdı. Maraqlı idi. Ümumiyyətlə mənim dönəmimdə Azərbaycan serialları olmayıb. Bəlkə də olub, indi var idi orada. Xatırladıqlarım Məlikə Əsədovanın oynadığı bir serial var idi. Adı yadımdan çıxıb. Yəni var idi, çox az idi də. Yəni çox az istehsal olunurdu. Daha çox kinoya meylli idi Azərbaycan o dönəmlərdə. Mətanət Əsədovanın oynadığını tanımıram. Məlikə soyadı yadımdan çıxıb, bayaq dedim ya. Əsədova dedim. Məlikə Əsədova. Onun oynadığı bir sarı saç qadın. Yox, şəklini qoyaram. Görərsən. Onun oynadığı bir serial var idi. Çox təsirli serial idi. Ki maraqlı da çəkmişdilər o dönəmlərə görə.
Azərbaycan daha çox kino industriyasına güc vermişdi o dövrlərdə ki, bunu super bacarırdı. Günü bugünə qədər bizim dilimizdən onların replikaları düşmür, onların o aforizmləri, onların o deyimləri düşmür. Sizi bura yığmaqda məqsədim odur ki, sizdən adam olmayıb, olmayacaq da. Məsəl üçün bu kimi olsun. Buna daha çox güc vermişlər və bunun pozitivliyi var idi orada. Okeydirmi? Bizim indiki seriallarımıza baxanda, yəni o dönəm söhbəti seriallara gətirmirəm, yanlış anlamayın məni. O həmin onlarla böyüyən uşaqları, onlarla böyüyən gəncləri, mənim bir dönəm işlədiyim bir yer var idi, oradakı hamı bacanaqlara baxırdı məndən başqa. Nəyə baxırdılar, mənə çatmır. Və bilirsən nətərdim? Mən beldən aşağı zarafatları sevirəm. Hansısa bir filmdə, hansısa bir serialda baxıram, maraqlı gəlir. Məsələn, türklər bunu çox gözəl bacarırlar, çox gözəl eləyirlər. Adamı ləzzət eləyir. Adam bir iyrənclik, bir cringe hissi yaşamır o dönəmdə. Azərbaycanda bu niyəsə yoxdur, inkişaf eləməyib. Bir dənə şey çıxacam, çox sevirəm, çox hörmət edirəm. Emin Quliyev. Onun çəkdiyi seriallarda çox böyük professionallıq var. Tilov serialına baxırsan mı hal-hazırda? Yox, amma Əqrəb Mümsünün çəkəni deyirsən. Ay sağ ol. Tilov serialına baxmamısansa məsləhət görürəm, baxa bilərsən. Düzdür. Mənə görə o Emil Quliyevin güclü bir işi deyil Tilov serialı, amma maraqlıdır. Çünki Emil Quliyevin daha böyük, daha belə deyək də professional işləri olub, pərdələr. Məsəl üçün onu misal çəkərəm. Deməli, o dönəmdə böyüyənlərin belə bir imkanı yox idi televizorda nəyəsə baxsınlar. Bizim var idi. Bizim deyəndə mənim var idi. Bilməm, sən o dönəmləri görmüsənmi, görməmisənmi? Retro deyə bir proqram var idi. O vaxt ASTV-dən gedirdi, səhv eləmirəmsə. Filmlər haqqında söhbət gedirdi. Sonda da bir film seçilirdi və o filmə baxılırdı. Abba deyilən bir kanal var idi dönəmində. Müəyyən bir dönəmə girirdi. O dönəmdə efirini bitirirdi. Sonra keçirdi digər Rus kanalı. Səhv eləmirəmsə RTR deyə bir Rus kanalı var idi. Orada bir müəyyən bir 5-6 saatlıq belə bir Abba'nın saatı olurdu. Daha sonra Rus kanalı davam edirdi. Orada belə bir veriliş var idi. Filmlər haqqında söhbət gedirdi və 3 dənə film seçənəyi qoyulurdu və SMS göndərirdin. SMS-in təzə çıxan vaxtları idi telefonların. Hansı filmə daha çox SMS gəlsə, həmən filmə sonda baxılırdı. Biz də həmişə SMS göndərməyib, amma göndərin buna baxaq deyənlərdən idi də. Var idi orada maraqlı kinolar ki, onlara baxmaq istirdi. Görsən, mən sənə danışıram, sənə maraqlı gəlir. Mən indi bunu 2006-da 2010'da, 2012'də doğulan birinə danışsam sıxıcı gələcək. Və mən onu bilirsən nə əsaslandırıram? Görməyiblər o dönəmi. Çünki onlar hazıra nazır doğulublar da, belə deyək. Hər şey göz önündə, hər şey əlinin qarşısında olsun. Analar nə edir bu dəqiqə? Bir iş görmək istəyir evdə. Uşaq bə ağlayır, sakit olsun deyə ya planşet atır qabağına, ya da telefon atır qabağına ki, baş vurqat, mən də işimi görüm. Uşaq orada nəyə baxır, ona baxmır. Uşağın orada baxdığına fikir vermir, tək öz işi geçsin. Uşaq da yığır oradan travmaları. Travma deməyək, yəni mənfi bir fikirlər toplayır oradan. Yəni boş fikirlər toplayır özünə. Aydınmı? Konseptin dəstəyi ilə podkastımız davam eləyir və qaldığımız yerdən davam edirik dostlar. Natamon, nəyimiz çatmır? Evim, maşın, işim. Genel olaraq bax, nəyimiz çatmır? Mən hətta yox, genel olaraq yox. Bax, bayaqdan danışdıqlarımızın əsasında nəyimiz çatmır? Maddi mi, mənəvi mi? Mənəvi, maddi yox. Maddi çox şey, çox adamın çox şey çatmır o. O bilirəm. Çox adamın çox şey çatmır. Ayso, nəyə çatmır? Mənəvi duyğular yoxdur. Duyğular gedir, duyğu bitirir. Bir şeylər yaşayırıq və qırılırıq. Deyirik ki, sonra yenə istəyirik əvvəl kim olsun, olmur. Niyə belə olur? Normalda bir şey sənə dərs verməlidir, o şeydən dərsi götürməlisən, davam eləməlisən. Yəni bu stakan sındı,
Stakan parçalarını toplayırsan da stakan olur da. Eyb yoxdur, biraz sızsa eləsə də stakan olur. Biz direkt hamısını çöpə atırıq ki, bu stakan sındı, davay təzə bir stakan. Yaxşı bir şey deyilmi? O zaman əvvəlki sən olmursan. Əvvəlki sən olmamalısan da zaten. Amma ən azından o keçmişdə bildiklərinlə yola davam eləməsən, amma sən də bir sıfırlayırsan. Ya pis həyatımızdan çıxartmalı deyilik səncə? Çıxartmalıyıq. Bax, sənin başına pis bir şey gəldi, tutaq ki. O şeydən dərslər aldın, düzdür, yaşandıqları yaşadın, elədin və güclü şəkildə davam etməyə başlayırsan. Amma hal-hazırda necə olub? Tamamilə belə deyim də, belə duyğusuz şəkildə, belə elə bil ki, Vətsizdir cəmaət. Çünki soruşsan altında ya ailə travması var, ya sevgili travması var, ya əri, uşağı, nəsə bir şey, ya sağlıq travması var və bu adam artıq çox sərtdir. Eynən. Özündən asılı olmadan artıq duyğusuzdur. Həyata belə gülər. Bir də bilsən nə olub? Yenə deyəcəm TikTokda şey olacaq, elə ki mən bütün gün TikTokda qalıram, amma mənim kəşf etmə qəşəng maraqlı şeylər düşür. Deyir ki, elə bil ki pandemiyadan sonra əvvəlki biz deyilik. Hər kəsdə bir həvəs. Mən sənə bir dənə şey deyim. Yadıma gəlir sosial deney videoları Azərbaycanda var idi bir ara, indi yoxdur. Yoxdur. Amma xarici kanallarda sosial deneylər hələ də davam edir. Niyə? Çünki Azərbaycanlılar üzə doydular. Azərbaycanlılar doydular, hər şey doyulmuşuq. Azərbaycanlılar keçdilər TikToka. Sən deyirsən ki, Böyük nə satmır, amma bu sual şey də ola bilər. Sual yox, belə cavab da ola bilər. Doymuşuq elə bil. Mən deyim də səninlə çatmır. Amma bütün insanlıq, sadəcə Azərbaycan. Mən deyim səninlə çatmır. Tərbiyə. Tərbiyə çatmır. Mən amma sənə deyim, mənəviyyat. O da düzdür. Bax, biz artıq məncə indi yəni bu mənim saya biləcəklərimdən biri idi ya, tərbiyə. Məncə bax indi kiminə görə Tanrı, kiminə görə Allah, kiminə görə yaradıcı fərqi yoxdur da. Məncə biz o bağı itiririk. İtirmişik şey. Belə bu kəndirin ortasında bir dənə nəzik ip qalar. Odur bu dəqiqə vəziyyət. Bax bu şeylə əlaqəli deyil. Sən namazı qıl, orucu tut. Bu ilə əlaqəli deyil. Biz elə bir ki təslimiyyət itirmişik. Biz o bağı, o ümid, nə bilim ay bugün çox gözəl, sabaha çox gözəl açılacaq falan. O yoxdur. Bir də əvvəl necə oldu, qırıldı? Əvvəl var idi. Gələcəyə ümid var idi. Sonra gələcəyə qorxu oldu. Çünki hər səhər başqa bir şey oyandıq. İndisi gələcəyə vəhtsizlik var, bayaq dediyin kimi. Amma nə olacaqsa. Yox. Yəni elə bir şey oldu. Din çox ciddi məsələdir. Bu dəqiqə dindən danışanları məsxərəyə qoyurlar. O səviyyəyə gəlib çatmışıq. Çünki ona gəlirdi. Çünki inam yoxdur. Yoxdur. Ateisti çoxalıb, deisti çoxalıb, agnostiki çoxalıb. Bunlar bizə nədir? İçdən bu adam əgər ateistdirsə, mən ona bir şey demərəm. Dəb olub, dəb olub. Başa düşdün? Mod deyir sizə, o olub. Bu aralar daha çox şey olmuş. Bu ateistdən də keçmiş şey olub. Ancaq evrənə. Ay Allah aşkına, yaxşı bəstirin. Yəni tamam, kainat var təbii ki, yaradıcının qurduğu bir şey. Amma ucu olmuşsa xəbəriniz var. Bu oyuncaqlaşmaq məsələsinə gəldi. Hər şey adiləşir deyir. Əli Xəyyamın bir dənə şeiri var idi deyir. Yadımdan çıxdı, neysə boş ver. Ağlımdadır. Bilirəm, toparlayıb onu sənə deyə bilmirəm. Deyir, mən balaca olanda deyir müqəddəsləşmək. Sadəcə deyir, böyüdükcə gördüm ki, müqəddəslər olub oyuncaq falan filan. Neysə, bu yerini kəs. Allah sənin bəlavı versin. Rezil herif. Oyuncaqlaşıb. Hər şey oyuncaqlaşıb. Hörmət oyuncaqlaşıb, dinə hörmət oyuncaqlaşıb, dini fikirlər oyuncaqlaşıb. Bugün birinə irad tutanda ki, içki içmə düzgün deyil, sənə başqa cür baxırlar ki, yaxşı da sən məmdamda, dünən nə bilim bunu eləyirdik, o fikirdən zəhləm gedir. Tutaq ki, hansısa bir əxlaqsız biri, düzdür, dönüb, olub yaxşı bir insan, səhvini başa düşüb, anlayıb hər şeyi, dönüb olub yaxşı bir. Bu ola bilər də, razılaşdın mənə. Belə şey mümkündür. Əxlaqsız misal üçün deyirəm, başqa bir şey olsun, narkoman olsun, alkaş olsun, fərqi yoxdur. Fərq eləmir. Üçü də. Dönüb olub yaxşı insan. Və bu sabah bir gün yaxşı bir fikir bildirəndə, qayıdıb buna deyirlər ki, bəs görmə, kim olmursan, neysən, vaxtı ikəndə zəhləm gedir, o adamları öldürmək istəyirəm.
Əlində girdi kameraya. Girdi mi? Girsin əli. Yox, girmir. Bax, baba buradan girir, bax. Bayaq. Bura qədər girmir. Öldürmək istəyirəm. Həqiqətən də öldürmək istəyirəm həmin adamları. Ya, çox üzr istəyirəm. Ya, başa düşmədim. Sən keçmişindən nə pox olmusan ki, güya? Sən nə olmusan? Sənin özündən, sənin o qıraqda elədikləri və qıraqda yedikləri biz bilmirik ya hələ. Sən gəlib indi mənə bu sözü deyirsən. Mənim yenə elədiyim göz qabağımdadır. Sən bilirsən ki, mən vaxtı ikən nə olmuşam, indi düzəlmişəm. Sən elədikləri vəbşə bilmirik. Bir də ki, mən düzəlmişəm günün sonunda. Sən hələ də eləyə davranırsan. Yəni bu nə fikirdir də? Yəni biri bir mövzuda özünü o bayaq sən misal çəkdin, o babanın telefonunu düzəltmək istəyir. Baba onun biliyinə güvənmir, yaşına güvənir ki. Mənim 60 yaşım var, nə olsun ki bu smartfonda. Nə deyə bu? Nə qısqanclıqdır, bu nə paxıllıqdır. Sən məndən yaxşı bilə bilməzsən, sən bunu bilə bilməzsən. Niyə bilə bilmirəm ki? Niyə imkan vermirsən bilim? Ancaq narsistlərin, özündən egoistlərin, ilk başların dövrünə çevrilib və hər kəs bir damcı bir şey bilirlər ya da bir damcı bir vəzifəyə qalxırlar. Biraz əlləri pul tutur, pul görürlər. Dillər uzanır. Elə bilirlər ki, bunun üstündülər. Hər kəsin bir bəs mən bayaq sənə dedim. Deyirəm ki, çünki mənəviyyat artıq yoxdur. Çünki artıq Allah filan yoxdur, itiriblər. Mən yenə də deyirəm, bax sənin üçün Allah olar, evren olar, kainat olar. Yenə də eyb yoxdur, evrəni də tutursansa tutda da neyniyək də. Kainat deyirsənsə tamam, yaradıcı deyirsən dinən. Amma onu dinməyən insanlar da var. Artıq inancsızlaşıblar. Ona görə də özlərini çox təəssüf. Üst görər də day. Əgər deyir ki, əgər biraz beynini inkişaf elətdirib ChatGPT-ni yaratıbsa, insan yaratıbsa, başa düşdün bunu? Bunu kim yaratdı? Süni intellekti kim yaradıb? İnsan, düzdür. Amma deyir ki, demək ki, mən də inkişaf eləsəm, demək ki, insan üst varlıqdır da. İnsan artıq özünü üst varlıq görməyə başlayıb. Bu yaxşı bir şey deyil də. Yəni bunu sadəcə o izah eləmək lazımdır. O adamlara göstərmək lazımdır ki, bu yaxşı bir şey deyil. Təbii ki deyil. Bugün əgər Allah icazə verməsə sən nə edə bilərsən? Yəni mən yenə də deyirəm, dinə girmək istəyirəm. Bax görsən burada da qısıtlanırıq. Çünki bax girmək istəmirəm dinə. Niyə? Girmək istəmirik deyəndə də deyirik ki, bizi dindar kimi algılayacaqlar ya da deyəcək ki, ayda bunlar da bağlıdırlar Allaha zada. Amma bu da normal deyil. Mən Allahdan danışsam da ya da yaradıcıdan danışanda da mən dindar deyiləm. Ya da danışmayanda da inancsız olmamalıyam. Ya da danışanda da qorxmamalıyam. Sərhəd zad qoymamalıyam. Qorxmaq yox, qınamaqdan adam şey olur ki, məni səhv başa düşəcəklərsə, o olmamalıdır əslində, o fikir olmamalıdır. Mən rahat deməliyəm ki, bəli, həqiqətən də gör nə zaman görməyə ehtiyacları var, görmək istəyirlər, inanmaq istəyirlər, əmin olmaq istəyirlər. Mənə həmişə şey deyirlər. Sən deyir, bu qədər vaxt deyir işdə olursan, bu saatdan bu saata qədər işdə olursan, heç sənə bir dəfə namaz qılan görmədik. Niyə görmək istəyirsən axı mənim namaz qılmağımı? Mən gedib evimdə namazımı qılıram da, sən mənim namaz qılmağımı niyə görmək istəyirsən? İllah mən sənə göstərməliyəm ki, bax mən namaz qılıram. Niyə? Nə üçün? Mən sənə deyirəmsə ki, mən namaz qılıram. Sən mənə ya inana bilərsən, ya inanmaya bilərsən. Və inanmayanda da xahiş edirəm və deyən yerində. Təbii ki. Yəni sakit. Heç kəs. Mən hələ adi kilo söhbətində belə deyirəm ki, əgər qarşındakı fitness ya da trener, ümumiyyətlə trener deyilsə, dietolog ya da nutrikoloq fərqi yoxdur. O sahənin bilgəsi deyilsə, icazə vermin kimsə desin ki, arıqlamısan, kökəlmisən, boyun belə, ay boy. Heç bu mövzuda da belədir. Hər mövzuda belədir. Əgər o peşənin sahibi deyilsə, onunla fikir alış-verişində bulunmursansa, biləni deyilsə, o mövzu haqqında danışa bilməzsən sən. Eynən. Namazı mən nəyə görə sənə gözlüğə soxmalıyam? Yəni də, hə. Biz birdən ikidən səndən Allahla bağlı bir şeymi danışmışıq? Yoxsa bugün məni qısa yubka ilə görüb, sabah dində hicablı görüb deyəcəksən ki, dindar oldu. Onda isə deyəcəksən ki, quşbalan biri idi. Bayaq mənim dediyim fikirdirmi? Görsən? Onunla qınayacaqsansa mən onda sənə nəyə görə nə istəyirəm? Eynən. Şeydir, şübhə var işlərində. Şübhə var ki, deyir namaz qılıram, bəlkə də namaz qılmıram. 6 saat, 8 saatdır işlədir. Biz bunu bir dəfə namaz qılan görür. Qardaş, niyə görmək istəyirsən? Bu arada bu qarşı tərəf də namaz da qılırsa ya da ki Allaha bağlılığı da varsa, bugün qısa yubka giyindiyinə görə ya da dırnaq saxladığına görə bunu dilinə də gətirib qorxur deməyə. Qorxur deməyə. Deyəcəklər ki, sən namaz qılan qısa yubka olarsa, başlanacaq qanalacaq. Bu şeylərə görə soyutdunuz.
Bu cür şeylərə görə soyutdunuz insanları. Ya vallahi belə götürəndə, İnancı itirdiniz. lap belə götürəndə, lap belə dərinə getsək, lap dərin danışsaq. Mən çox istəyərdim bir gün Elşad Miri bizim qonağımız olsun. Bir gün din. Elşad Miri gəlsə burada çox gözəl söhbət eləyərik deyə düşünürəm onu ilə. İslamın özü sərbəstlik verib insana. Düzdürmü? Yəni geyim belə sərbəstdir, fikrin belə sərbəstdir, qərarın belə sərbəstdir. Düzdürmü? Sən namaz qılmırsan deyə bu gün sənin başını qılıncla kəsən yoxdur. Qılmırsan qardaş, özün cavab verəcəksən orada. Azadsan. Okeymi? Xristianlıqda daha çox şiddət var nəinki İslamda. Düzdür, İslamın adında başqa cür şiddətli bir din kimi göstəriblər ki, bu da yanlış fikirdir. Hamı hər şeyi əlindən gələni eləyir ki, kinolarda da, Bəli. Belə qıraqdakı təbliğatlarda hər kəs əlindən gələni eləyir ki, bizim nəyəsə inancımız qalmasın. Bəli. Bizim lazım deyil bizə qorxutmaq, cəhənnəmlə qorxutmaq ya da ki, ay Allah cəzalandırır zat falan. Bunlara ehtiyacımız yoxdur əslində. Bizə Allahdan qorxmaq yox, bizə Allahı sevmək lazımdır. O qədər vaxt ilə qorxmağı öyrətdilər ki, biz artıq sonradan nifrət elədik. Sonradan da dedik ki, yəni elə bir şey yoxdur ki, mən nədən nifrət edirəm. Elə və varlığını artıq dandıq. Eynən. Mən bu gün yenə deyirəm, nəsə deyə bilmərəm. Mən kiməm ki, mən deyə bilmərəm ki, konkret nəsə var ya da nəsə yoxdur. Önəmli olan içindəki sevgi. Bəli. Sevgi var həqiqətən də. İnsanlar olaraq nə dedimək ki, əksikdir bizdə? Sevgi əksikdir. Çox təəssüf. Sevginin də yerinə o qədər şeylə doldurublar ki, ona inanırlar. O doldurduqları şeyə inanırlar. Artıq heç kəs bax yoldan birini tutduran ki, sevgi inanırsan deyəcək yox. Yox, bu dəqiqə 90% sevgiyə inanmır zat. Çox təəssüf. Dostlar, siz konseptin dəstəyi ilə, Konsept Antikafenin dəstəyi ilə Natamam podkasta baxdınız. Heç istəmirdim belə. Kaş ki vaxt deyirəm, vaxtımız qısıtlı olmazdı. Kameranı söndürüb oturub söhbət eləyərdik. Yəni o qədər maraqlı söhbət getdi. Mövzu ətrafında fırlanırıq. Bu gün isə random. Tamamilə. Mövzu bizim ətrafımızda fırlandı. Çox qəşəngdir. Dostlar, bir daha sonda təkrar eləmək istəyirik. Kanalımız yenidir. Təzə çıxıb yumurtadan. Hələ cüzədir. İstəyirik böyüyək və o böyüməkdə təbii ki, sizin dəstəyinizə çox böyük ehtiyacımız var. Abunə ola bilərsiniz, şərh yaza bilərsiniz, fikir mübadiləsi apara bilərsiniz bizi ilə, paylaşa bilərsiniz dostlarınızla daha böyük eləmək üçün statuslarınızda, storylərinizdə. Məqsədimiz daha yüksəklərə qalxmaqdır Natamamla birlikdə. Biz bir dəfə bunu bacarmışıq. Düşünürəm ki, bundan sonra da biz bunu bacaracağıq və sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Şərh yazın, mütləq. Düzdür, səhvdir, fikir verməyin. Şərh yazın, fikir bildirin. Sən Natamam. Mən təkrar sənə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Heç bir mövzu seçməyib, bizim beynimizi kağızsız işlətməyə. Zaten mən heç vaxt heç nə kağızın özünü də gətirməmişəm. Gələn dəfə o televizora arxaya şey qoyacam, o şeyin şəklini. Mən bədbəxt deyiləm. Bilənlər bilir ki, önə kanaldan o mən bədbəxt. Burada Natamam yazısını da verim, fikirləşək. Nəysə. Çox maraqlıydı söhbətlərimiz. Sizə nə maraqlıdır? Siz burada hansı şeyə ilişdiniz? Axıra qədər bizi ümumiyyətlə izlədinizmi? Bəlkə biz axırda deyirik ki, yorum yazsınız falan. Ona görə eşitmirsiniz, yazmırsınız, bilmirəm. Amma həqiqətən dəstəyinizə ehtiyacımız var. Bəyənidir, nə bilim kanala abunədir, nə bilim şərhdir. Mütləq şəkildə eləyin. Siz də danışın. Yəni sizi nə qıcıqlandırır, siz nə fikirləşirsiniz bu mövzular haqqında, bu boşluq haqqında, necə olacaq, gələcəkdə necə dönəcək ətraf. Susmayın da, yəni qorxmayın. Bir dənə yorum olar. Biz bəlkə birlikdə danışarıq orada, yorumlarda birlikdə danışarıq. Ola bilər. Nə bilim, bəlkə 100 dənə yorum olar. Orada qaynamayacaq sizdə. Əmin olun ki, kim nə yazırsa hamısına baxacaq. Xoşumuza gəlmir. Blok. Xoşumuza gəlməyəni yenə də fərq yoxdur. Xoşumuza gəldi, gəlmədi siz yazın. Çox təşəkkürlər. Hər kəsə, hər şey üçün növbəti buraxılışlarda görüşərik. Hələlik.